Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əziz dostlar, Quranda rəqəmlərin sirri, yəni riyazi və simvolik mənalar. Bir, vahid və ya təvhid, Allahın birliyi və bənzərsizliyi. Sizin məbudunuz tək olan məbuddur. Bəqərə surəsi 163-cü ayə. D, o Allah birdir. İxlas surəsi. Mənası bir rəqəmi Quranda mütləq birlik, başlanğıc və tövhid rəmzidir. Hər şeyin qaynağı tək olan Allahdır. 3 rəqəmi hazırlıq müddəti. Quranda bəzi hadisələrdə 3 rəqəmi xüsusi vurğulanır. Həzrəti Zəkəriyanın 3 gün danışmaması, Ali İmran surəsi 41-ci ayə. Həcdə 3 gün oruc məsələsi, Bəqərə surəsi 196-cı ayə. Simvolik məna hazırlıq, keçid və düşünmə mərhələsi. 7. Kainat nizamı, kainatın və yaradılışın nizamı. O 7 göyü təbəqə-təbəqə yaradandır. Mulk surəsi 3-cü ayə. Quranda Həzrət Yusifin qıssəsində kralın yuxuda gördüyü 7 sümbül və 7 inəkdən bəhs edilir. Yusuf surəsi 43-cü ayədə. Mənası 7 rəqəmi Quranda kamil nizam, kainat sistemi və ilahi ölçünü ifadə edir. 12 rəqəmi. Biz onları 12 tayfaya ayırdıq. Ərəf surəsi 160-cı ayə. Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Tövbə surəsi 36-cı ayə. Mənası nizam, rəhbərlik və toplum quruluşu. 40 rəqəmi yetkinlik və kamillik, insanın mənəvi hazırlıq dövrü. Musa ilə 30 gecə vədələşdik, sonra onu 10 gecə ilə tamamladıq. Ərəf surəsi 142-ci ayə. Nəhayət o yetkinlik çağına, 40 yaşına çatdıqda Əhqaf surəsi 15-ci ayə. Mənası 40 rəqəmi Quranda yetişmə, kamilləşmə və ruhi hazırlıq mərhələsi simvolizə edir. 70 rəqəmi çoxluq təkidi. Onlar üçün 70 dəfə bağışlanma diləsən də, Tövbə surəsi 80-cı ayədə. Musa təyin etdiyimiz vaxtda münacat üçün qövmündən 70 nəfər seçdi. Ərəf surəsi 155-ci ayədə. Mənası